Mevlaya ya Mevlay, entel xaliqu və ənəl məxluq və həl yərhamul məxluqə illəl xaliq. Ay mənim sərvərim, Mevlaya ya Mevlay, sən yaradansən, mən yaranmış. Yaranmışın yaradandan başqa, yaranmışa kim rəhm eləyər? Səndən başqa kimin var? Kim istəyir bu gecə ümidsiz olsun, Quranın bu ayəsinə baxsın. İnnehu la ya'yas min rauhillah illəl qavmul kafirin. Buyurur ki, Allahın rəhmətindən ancaq kafirlər məyus olar. Biz bəyəm kafirik? Biz kafir deyilik valla. Biz kafir deyilik ki, Allahın rəhmətindən məyus olaq. Düzdür, biz günahkarıq. Amma bu qapı günahkarların üzünə daha tez açılır. Günahkarları daha tez qəbul edirlər. Oddan qaçan adam kimi yox, od tutub yanan adam kimi gəlmişik sənin dərgahına. Gəlmişik odumuzu söndürəsən, səndən başqa kəsimiz, kimsəmiz yoxdur. Biz artıq cəhənnəmdə hiss eləyirik. Elə bir otaq yanır, bir qapı var. Deyirlər, dur o qapıdan çıx. Tövbə bax budur. Bu qədər sadə, bəli vallah. Vallah bəli. Dur, çıx. Mən günahı azaltmaq istəmirəm. Günah böyük cinayətdir. Günahın bir dənəsi də çoxdur. Söhbət onun rəhmətinin genişliyindən gedir. Onun rəhmətinin genişliyindən. Keçən il mən rəhmətdən danışanda bəziləri mənə irad tutdu, dedi ki, çox ümidvar eləyir cəmaatı. Deyəsən, biz pis öyrəşmişik, bəs neyniyək? Ümidvar eləyək, Allahın rəhmətini tanıtdıraq ki, insan xəcalət çəksin, bir gün qərara gəlsin ki, yox, namərdlidir belə Allaha günah eləmək. Günahdan çəkinməyin, bundan başqa yolunu tanıyan var desin. Bağışlasın, bağışlasın, bağışlasın. Axırda bir gün insan desin ki, öz nəfsinə, ay namərd, bəsdir dayı. Olmaz, olmaz belə Allaha günah eləmək. Layiq deyil buna günah eləmək. Ələm ya'ni lillezine amanu en təxşə qulubahum. Vaxtı çatmadı mı möminlərin qəlbi titrəsin? Vaxtı çatmadı mı? Hasarın üstündəydi, oğurluğa getmişdi. Birdən Quran oxuyurdular evdən, bu ayəni eşitdi. Vaxtı çatmadı mı iman gətirənlərin qəlbi titrəsin Allahın şövqündən? Elə hasarın üstündə dedi, ilahi, çatdı vaxtı. Çatdı vaxtı. O çatdı, bu çatdı, həyatı dəyişdi. Mən sizə hörmətsizlik olmasın, özümə deyirəm, özümü o oğru kimi hiss eləmək istəyirəm. Tövbə eləyən, peşman olan, əli boş, günah içində boğulan bir adam kimi. Ki günahın içində boğula-boğula deyir ki, ilahi, vaxtı çatdı, zamanı çatdı, bəsdir dahi, kifayətdir. Belə yaşamaq istəmirəm. Mən də istəyirəm, insan olum, insanların cərgəsinə qoşulum. Cəmaat keyf içində, sənin dostların, övliyaların, əleyhissalam deyir, məni onların məclisindən ayıracaqsan, nə qədər o məclisdən ayrı qalacam? Bir gün bizar olaq nəfsimizin əlindən, rəhmətinə sığınmaqla mümkündür bu halı yaşamaq, əldə eləmək. Bu dastanlar əsli var, yoxdur, elə hesab eləyin ki, elə var. Mühüm deyil, hələ azdır bu dastanlar, azdır, nə qədər desən rəhmətindən azdır. Bir oğulla ata deyib bir səfərdədirlər, çöllükdə, səhrada ata xəstələndi, ata öldü. Oğul qalıb avara, atanın cənazəsi qalıb təkdir. Ora qaçır, bura qaçır. Mən bunu neyniyim, nə namazını qıla bilirəm, nə dəfnini eləyə bilirəm, heç kəs yoxdur. Gördü bir çoban gəlir. O çobana yaxınlaşdı, dedi ki, gördü ağlayır. Dedi, caban, niyə ağlayırsan? Dedi, belədir vəziyyət. Bunu necə dəfn eləyək? Dedi, kənd çox uzaqdadır, apara bilmərik. Cəmaat da avamdır, ən savadlısı mənəm. Gəl elə burada yumağa su da yoxdur. Təyəmmüm eləyək, bunu burada dəfn eləyək. Çoban dayandı meyit namazını qılmağa, oğlu da dalında. Heç bilmədi o nə deyir. 5 dənə təkbirlə nəsə namaz qıldı, dua elədi. Dua elədi, deyib bu qaldı, dəfn elədi atasını, qaldı atasının qəbrinin üstündə yatdı. Atası yuxusuna gəldi, deyir, Allah məni bağışladı. Gördü neymət içində. Ata, axı, səni günahkar idin, sən necə oldu bu fəzlə, bu rəhmətə nail oldun? Dedi ki, o çobanın duasından.
Allah məni bağışladı. Səhər açıldı, yuxudan oyandı. Dedi, nə dua elədin atamı ki, Allah bağışladı. Deyir, namazını qıldım, belə dedim. Dedim, ilahi, mən bir çobanam. Bu, dünən ölməsəydi, mənə qonaq gəlsəydi, ən ləziz dadlı yeməklərimi qabağına gətirəcəkdim. Nə əlimdə vardı, verəcəkdim, qonaqdır da. İndi mənə yox, sənə qonaq gəldi. İndi özün bax. O mənim mükafatım, mənim süfrəm, o da sənin süfrən. Sən də öz adıva layiq. Mən çoban bunu eləyə bilirəm, sən əzəmətli, rəhimli Allah, sən də öz adıva layiq. Allahın bu duadan xoşu gəldi, bağışladı. Belə-belə şeylərə bağışlayır. 40 mömin gəlir, deyanır, Allahümmə inni la a'lamu minhu illa xeyra. Bundan xeyirdən başqa bir şey bilmirəm. Allah deyib, bəsimdir, mən də bilmirəm. 100 dənə günah eləyib, möminin şəhadətinə bağışlayır.